Beynəlxalq alimlər qrupu gənc yaşda stressin həyatın sonrakı dövrlərində mədə-bağırsaq xəstəliklərinin inkişaf riskini artıra biləcəyini ortaya çıxarıb. Yenavaz.com xəbər verir ki, tədqiqat Gastroenterologiya tibb jurnalında dərc olunub. Alimlər sinir sistemi ilə həzm sistemi arasında daimi əlaqə sistemi olan bağırsaq-beyin oxunu araşdırıblar. Bildirilir ki, bu sistemdəki pozğunluqlar qıcıqlanmış bağırsaq sindromuna, qarın ağrısına, qəbizliyə və ishala səbəb ola bilər. Stat: Siçanlar üzərində aparılan təcrübələrdə tədqiqatçılar balaları analarından müvəqqəti olaraq ayırmaqla erkən stressi simulyasiya ediblər. Yetkinlik dövründə bu heyvanlarda artan narahatlıq, bağırsaq ağrısı və bağırsaq hərəkətliyinin pozulması müşahidə edilib. Dişlərdə ishal, erkəklərdə isə qəbizlik daha çox müşahidə olunub. Statın sonu. Müəlliflər vurğulayırlar ki, bu nəticələr daha hədəflənmiş müalicələrin hazırlanmasına kömək edə bilər. Stat: Müxtəlif simptomlar fərqli bioloji mexanizmləri həll etmək üçün müdaxilələr tələb edir. Yəni hamıya uyğun vahid yanaşma yoxdur. Statın sonu. Bundan əlavə alimlər qeyd edirlər ki, diaqnoz qoyarkən yalnız xəstənin hazırki stress səviyyəsini deyil, həm də uşaqlıq təcrübələrini nəzərə almaq vacibdir. Çünki onlar xəstəliklərin inkişafında mühüm rol oynaya bilər.